75-ci ildən opera və balet teatrının solistisiz. 77-ci ildə ilk dəfə Məcnun rolunda, Leyli və Məcnun operasında Məcnun rolunda çıxış etmişsiniz. Bugün son dəfə Məcnun rolunda yenə də bu səhnədə çıxış elədiniz. Biz sizin ürək sözlərinizi dinləmək istəyirik. Nailə xanım, hər şeydən öncə mən Milli Televiziyamızın rəhbərliyindən tutmuş, onun bütün yaradıcı kollektivinə öz səmimi təşəkkürümü bildirirəm ki, onlar mənim son tamaşamda da mənimlə, bizim teatrla, bizim yaradıcı kollektivlə bir yerdə oldular. Bu gözəl bir haldır, bu bizim tariximizdir. Tarixin ən gözəli odur ki, 94 il bundan öncə Şərqdə Böyük Füzulinin söz dühası ilə Böyük Üzeyrin musiqi dünyası həm ahənglik tapdı, xalqımız üçün mənəvi saflıq meyarı olan böyük sevgi macərası Leyli Məcnun yarandı. O gündən bugünə 94 il ötür, yəni 1908-ci il 8-ci yanvar, bugün 11-ci yanvardır, 3 gün biz gecikmişik, amma fərqi yoxdur. Bugün mən Leyli Məcnunu 77-ci ildən bugünə qədər bu teatrımızda yaradan bir aktyor müğənniyəm, belə demək düz gələrsə və bu Leyli Məcnunu oynayanda mənlə saflaşmışam, durulmuşam, pak olmuşam daha doğrusu. Bəzi təfəkkürüm, insanlıq faktoram gözəlləşib. Yəni bugün də mənim sənət meydanında, yəni bu gün eşitdiyiniz notlar hələlik ki, öz ixtiyarımda, öz tabeliyimdədir, Allaha qurban olum. Amma buna baxmayaraq, mən öz meydanıma cavanları da cəlb elədim. Onlar da gözəl uğurlar qazandılar, mənim başımı ucaltdılar, mən onlara baxıb fəxr edirəm. Bugün də teatrımızın rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, onlar mənim üçün böyük şərait yaratdılar. Yəni, abır həya ilə mən getmək istədim bu obrazdan, sanki bu obrazdan, yəni Məcnun qiyafəsində son görünüşümdür. Mən 77-ci ildən bugünə qədər xalqıma ədəbi ərkanlı xidmət eləmişəm. Bugün də onun bariz nümunəsi göz qabağında oldu. Mənə elə gəldi ki, bugün mənim seyrimə gələn sənət sevərlər, sənət biliciləri, ziyarlarımız mənim fikirlərimlə həm ahəng buradan ayrıldılar. Mən sizə öz təşəkkürü bildirirəm. Biz de sizi təbrik edirik bir daha. Çox sağ olun. Sağ olun. Hər Məcnun özünün öz dəsti xətti olub bu obrazda və demək olmaz ki, hansı-hansından seçilir. Amma əlbəttə ki, Cəməli müəllim mənim üçün daha doğmadır. Ona görə ki, ilk dəfə mən Leyli obrazını oynayanda mən tərəf müqabilin Cəməl Əkbərov. Bilirəm ki, yəni operanın sarısı kimi bugün Cəməl Əkbərovun bu gözəl tədbirində, bu gözəl Leyli Məcnun operasında vaxtilə Cəməl Əkbərov məni özü Məcnun rolunun ifaçısı İbn Salam ata hazırlayanda heç Cəməli müəllimin ağlına gəlməzdi ki, mən bugün onun bu gözəl təntənəli tədbirində onun atası olacağım. Bir Cəməl Əkbərov yox, daha doğrusu burada mənim 4 dənə xalq artisti adını daşıyan gözəl ifaçıların həm atasını oynayıram, həm də özüm tamaşada özüm Məcnun kimi ifadə edirəm. Amma bugün mənim üçün yadda qalan obraz, yəni Cəməl Əkbərov məni özü Məcnun hazırladığı halda bugünkü tədbirində məni daha doğrusu özü öz təşəbbüsü ilə onun atası rolunu oynamağı mənim üçün daha sevinici və daha yadda qalandır. Və Cəməli müəllimə nə demək istəyirəm? Cəməli müəllimə mən ancaq onu demək istəyirəm ki, Allah ona ürəyi qədər ömür versin. Onun ürəyi o qədər nə böyükdür ki, onu Allah Teala hər adama qismət eləmir. Ona can sağlığı arzu edirəm, arzu edirəm ki, onun ömrü öz oxuduğu muğam ifaları, öz oxuduğu obrazların yadda qalan tarix qədər tarixdə qalsın. Cəməli müəllim öpürəm, ona can sağlığı və ailəsinə, bütün nəslinə arzum budur ki, onu qorusunlar, Allah da onlara kömək olsun. Teşekkürler. Cəməli müəllim bugün doğrudan da çox gözəl oynadı Məcnunu. Demək olar ki, bugün o özü dediği kimi, yəni o qeyd edir ki, yəni mənim son Məcnunumda, ondan derdim ki, hələ bundan sonra da Cəməli müəllimin yəni Məcnununu oynamalı. Mən ona can sağlığı, uzun ömür, yaradıcılığında daha böyük nailiyyətlər arzulayıram.
Cənali Əkbərovun ilk dəfə Məcnun roluna da mən baxmışam. Mənə qismət olub, məhrum Rüqaba xanımla oynayıb. Sonra hətta Səkinə xanımla da ilk dəfə Səkinə xanım Cənali Əkbərovla oynayıb Məcnun rolunda. Cənali Əkbərov olub, Səkinə xanım isə Leyli rolunda. Bugün çox alamatlar bir günə təsəvvür edir ki, Cənali Əkbərovun sonuncu Məcnununda Səkinə İsmailova ilə yenə tərəf müqabili oldu. Biz onun sənətini həmişə izləmişik, həmişə onun sənəti ilə böyük zövq almışıq. Mən hesab edirəm ki, o sonuncu dəfə Məcnun oynamaqla səhnədən uzaqlaşmır. Biz onu, yəqin ki, oynadığı başqa operalarda biz onu dinləyəcəyik. Onu Azərbaycan konser salonlarında dinləyəcəyik. Onları can sağlığı arzu edirəm. Arzu edirəm ki, onun səsi həmişə təravətli olsun, həmişə xalqın sevimlisi olsun.